Çox şadıq ki, bu məclisdə qohumlarla, dostlarla, ədəbiyyatçılarla bərabər Respublikanın hörmətli ziyalıları iştirak edir, din xalqları iştirak edir. Onların hər birinə mən ailəmiz adından böyük təşəkkürümü və minnətdarlığımı bildirirəm. Tofiqin şeirlərini mən bilirəm. Burada oturan insanların əksəriyyəti əzbərdən bilirlər. Kim necə istəyirsə, bugün Tofiqin xatirəsini o cür yad etmək istəyir. Allah sizlərə uzun ömür versin, can sağlığı versin, həyatınız firavan keçsin, ruzi, bərəkət, heç vaxt sizi tərk etmədim. Bir daha sizə təşəkkür edirəm. Çox sağ olun. Xoş gəlmisiniz. Hər vaxtınız xeyir, əziz insanlar. Əslində bu qədər həyəcanlı olacağımı, bu qədər titrək olacağımı təxmin edirdim. Amma sizə yaxınlaşdıqca bu mübarək deyəcəyim adına həyəcan, bu mübarək titrəklik bir qədər də çoxaldı. Çünki canında ətdən, qandan, sümükdən daha çox söz daşıyan, işıq daşıyan insanların qarşısında söz demək çox çətindir, çox məsuliyyətlidir. Hələ bu söz axşamı, hələ bu söz bayramı, hələ bu söz görüşü təpədən dırnağa sözdən ibarət bir insanın gecəsidirsə, görüşüdürsə. Tofiq Bayram, onun adının qarşısına bəlkə də heç bir təmtəraqlı, heç bir bərli bəzəkli, heç bir gözə gəlimli cümlə qoymağa ehtiyac yoxdur. Çünki Tofiq Bayram öz qələminin mürəkkəbini qanından götürüb hansı mövzuya toxundurdusa onun ən gözəl tərifini verdi. Onun ən gözəl bir rəssam kimi, sevdiyi səttarı kimi şəklini çəkdi. Və bugün Tofiqi vəsf etməyə heç bir cümlə məsuliyyət sahibi ola bilməz. Heç bir söz o söz ucalığının ağırlığını çiyinlərinə götürə bilməz. Ona görə mən hələ sözə başlayarkən hər birinizdən acizanə üzrxahlığımı xahiş eləyəcəm. Bugün bəlkə də bu qədər uğurlu söz adamının qarşısında, axşamında, onun anım günündə sözlərim bəlkə də ona yaraşmaz. Bəlkə də ona layiq qalmaz. Svetlana xanım bugün ətrini, nəfəsini, ondan aldığımız bu gözəl insan və bir də Azərbaycan reallığında, şərq dünyasında bacı sözünün istiliyini, hünərini, mərdliyini həqiqətən də öz canında daşıyan, bir daha isbata çatdıran insan sizi salamladı bir ev sahibi kimi. Mən də sizi salamlayarkən öncə kiçik bir xatirəmi istəyirəm bölüşüm. Mən Qubada dünyaya göz açmışam. Orta məktəbi Qubanın 2-ci Nüqədi kəndində tamamlamışam. Valideynlərim müəllim olub. Babam kəndin ilk 12 minlik kəndin ilk məktəb direktoru olub və mənim ilk oyuncaqlarım, dünya ilə rəngləri, səsləri, nə bilim cisimləri tanıdığım, tanışlığım kitablardan başlayıb. Həm babamın, həm valideynlərimin böyük kitab rəfləri var idi və onlar bizim üçün otaqların həm də ən gözəl bəzək yerləri idi. İllər keçdi və mən bir gün kitabxanadan bir kitab aldım. O vaxtı belə bir qayda var idi. Yəqin ki, buradakı toplaşanların çoxunun yaşı da, ağlı da təbii ki, məndən qat-qat böyükdür. Əgər bir kitaba ya xələl yetirərdinsə, ya da bir kitabı cırardınsa, onun əvəzinə cəza kimi, bilmirəm bu o vaxtda nə dərəcədə rəsmi idi yoxsa yox, amma kitabxanaçılarımızın biz məktəbli olanda dediyini eşitmişdim. Cəza olaraq 10 kitab səndən istəyərdilər. Və mən Tofiq Bayramın bir kitabını almışdım. O qədər bəyəndim ki, 1001 bəhanə ilə onu geri verməmək üçün həmin kitabın əvəzinə gəlib valideynlərimin kitab rəfindən 10 kitab oğurlayıb, aparıb, baxın, burada görəcəksiniz, Quba rayonunun hətta möhrü var. 1987-ci il nəşirli bu kitabı geri verməmək üçün oğurlayıb evdən, bu mənim ilk və son oğurluğum idi bəlkə də ki, baxmayaraq ki, kitab oğurusa da oğuru sayılmaz deyirlər. Buna görə də heç peşman deyiləm. 10 kitab verdim. Heç ağlıma gəlməzdi ki, bir gün bu kitabı Tofiq Bayramın ailəsinin qarşısında səhifələyəcəm.
Svetlan xanım, bu gün mənim üçün taleyimə qızıl hərflərlə həkk olan bir gündür. Mənim aparıcılığa gəlmə yolum şeirlə tanışlığımdan başlayıb. İki böyük insan, Məmməd Araz və Tofiq Bayram, həmişə onların şeirlərini böyük səhnələrdən səsləndirirdim və o şeirlər nəticəsində 25 il bundan öncə hələ Qubada olarkən orada regional televiziya var idi, region televiziyaları var idi. Onların rəhbərləri xahiş etdilər ki, bu qədər şeiri sevirsənsə, səndə sözlə davranış belə məhəbbət varsa, yəqin ki, aparıcılıq alınar və belə-belə yola çıxdım. Hələ uşaq idim, ayda bir dəfə gəlirdim Azərbaycan televiziyasına, orada məhəbbət nəğmələri layihəsi var idi, onu aparırdım, qaydırdım, amma həmişə Tofiq Bayram mənimlə idi. Və Qubadan şəhərə artıq köçəndə ali məktəb həyatı məni bura daşındırdı. Ondan sonra işim, ailəm artıq burada, necə deyərlər, o yelkənləri müəyyən qədər yendirdim. O kitablarımın hamısını gətirə bilmədim, həqiqi mənada. Hardasa bir 10 kitabı dedim mütləq aparıb Bakıdakı evimə qoymalıyam və o kitabların sırasında Tofiq Bayramın bu iki kitabı da var idi. Biri oğurladığım, biri də sevərək aldığım. Çox sağ ol. Bu xatirəyə görə sənə çox böyük təşəkkürlər. Nə yaxşı ki, hələ o dövrdə məktəbdə oxuyan bir məktəbli Tofiq Bayramı sevmiş, hətta onun naminə uğurluğa belə getmişdi. Bu çox ibrətamiz bir şeydir. Kaş bütün oğrular elə kitab oğruları olaydılar. Onda dünyada başqa oğrular qalmazdı. Çox sağ ol. Mən təşəkkür edirəm. Çox sağ olun Svetlana xanım. Çox böyük bir fəxarətdir mənim üçün. Quran qarisi Hacı Ruslana mən sözü verəcəyəm. Qurandan bizə ibrətamiz, gözəl qoy kəlmələr söyləsin və böyük bayramın ruhu bayram etsin bugün. Çox sağ ol. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم والتين والزيتون وطور سينين وهذا البلد الأمين لقد خلقنا الإنسان في أحسن تقويم ثم رددناه أسفل سافلين إلا الذين آمنوا وعملوا الصالحات فلهم أجر غير ممنون. Aranızda çox dəyərli İlqar Fəhmini görürəm. Azərbaycan Yazıçılar Birliyinin katibi, yaradıcılıq məsələləri üzrə katibi. Qələminə də çox böyük hörmət etdiyimiz, şəxsiyyətinə dəyər verdiyimiz və bugün İlqar Fəhmi dilindən gəlin bir daha Tofiq Bayramı yada salaq və hörmətlə anaq. İlqar müəllim, xoş gördük. Mən bütün bu tədbiri təşkil edənlərə ümumiyyətlə təşəkkür edirəm, həm Tofiq Bayramın ailəsinə. Çünki əslində bilirsiniz, sənətkar var ki, onu zorla yaşatmaq lazımdır. Sənətkar var, öz sözü onu yaşadır. Füzuli boş-boşuna deməmişdi. Ver sözə ehya ki, tutduqda səni xab-ı əcəl, eydə hər saat səni ol uyqudan bidar söz. Tofiq Bayram da elə şairlərdəndir ki, öz sözü həmişə onu bizim üçün diri saxlayır, öz sözü onu həmişə yaşadır və onun o xeyli sayda şeirləri, gözəl kəlamları, tutalım o, nə bilim, vağzalı çalınır, anam ağlayır, ay gecikən məhəbbətim, sonra və onlarla bu cür şeirləri bu sadəcə xalq tərəfindən sevilmirdi, xalqın poetik təfəkkürünün bir hissəsini təşkil edirdi. Yəni, poeziya deyərkən bir orta statistik ziyalı insanın, poeziya sevər bir Azərbaycanlının yadına hansı şeirlər düşürdüsə, o silsilənin içində mütləq Tofiq Bayramın bir neçə şeiri olmalıydı. Və bu asanlıqla nail olmamışdı. Öz ürəyinin yağını əridə-əridə
o şeirləri o cür səmimi, o cür gözəl yazmışdı. Mən 2 dənə məqama xüsusi toxunmaq istəyirəm. Birincisi, onu Azərbaycana bəxş eləyən Əmircan kəndi, doğrudan da Abşeronun hər kəndinin özünün bir qəribə mistikası, bir aurası var və oradan çıxan insanların da hərəsinin bir xasiyyəti var. Və biz baxsaq görərik ki, Abbasqulu Ağa Bakıxanovdan tutmuş Səttar Bəhlulzadəyə qədər və sonraki sənətkar Murtuza Muxtarovə qədər Əmircan kəndi Azərbaycana müxtəlif profilli böyük şəxsiyyətlər bəxş eləyib, amma hər birinin xasiyyətində qəribə bir ağayanalıq, qəribə bir belə, necə deyim, zadəganlıq olub. Bu maraqlı bir şeydir. Hərəsi öz sənətinin zadəganı olub, ağası olub, ağayana bir şəxsiyyəti olub. Tofiq Bayram da poeziyada elə insanlardan olub. Məsəl üçün, bir dənə xırda məqama toxunmaq istəyirəm, bəlkə də diqqət eləmişsiniz. Məsəl üçün, bəzən poeziya dərddən, qəmdən yaranır, bu məlum məsələdir. Heç kim sevindiyindən şeir yazmır, sevinəndə başqa şeylər yada düşür. Amma dərdi, qəmi, ağrını, acını, əzabı bir o miskin kimi yazmaq var. Görürsən, bu yaza-yaza əsərdən bir negativ tökülür və o ağırlığını da sənin üstüvə kökləyir. Sanki bu adam özü o dərdin, ağrının içində məhv olub gedir və başqalarını da salır o bataqlığa. Amma bir də var ki, şair görürsən dərdi, qəmi, əziyyətini, əzabını elə yazır, elə təsvir eləyir ki, baxırsan ki, dərdin özündən də yüksəkdədir. Mən Xaqanini nümunə gətirirəm həmişə elə şeylərdə. Kenan istadəyəm, pişo pəsutən ki, istadı, əlif-hayi, əteyna. Axund daha yaxşı bilər belə şeyləri. Tənənin əvvəlində və axırında elə şax durmuşam ki, sanki əteyna sözünün əvvəlində və axırındakı əliflərəm mən, əlifəm. Yəni, o tənə sözünün əvvəlinə və axırına əlif qoyanda əteyna olur, o da tənənin cəmi deməkdir. Sabir də qəşəng tərcümə eləyib onu. Durmuşam pişü, pəsü, tənədə sabir necə kim, o əliflər ki, pəsü, pişü, əteynada durar. Yəni, o cür şax deyanda da, yəni dərdin, əzabın qarşısında belə miskin zarımaq, əziyyət, o cür, yəni miskin kimi görsənmək, yox, dərdə meydan oxumaq, dərdə, əzaba hətta ironiya eləmək, onu bir balaca, necə deyim, səni aşağılamaq, bu bir kişi xasiyyətidir. Nəinki dərdin, əzabın, dünyanın verdiyi istirabın, çətinliyin, problemin altında qalıb, əzilib, cılızdaşmaq. Bax, Tofiq Bayram dərdə, əzaba, problemlərə, Sovet hökumətinin yaratdığı o müəyyən çətinliklərə, çərçivələrə əzilməyən, onun qarşısında miskinləşməyən insanlardan, əksinə ona meydan oxuyan insan idi və onun bir şeirini mən axır vaxtlar daha çox sevirəm. Niyə? Çünki biraz özümün də ürəyimdə son vaxtlar problemlər yaranıb və nədənsə onu Valakardin şeiri elə bax dilimdə fırlanır. Amma o tək ürəklə bağlı deyil. Mən istərdim o şeiri burada oxuyayım. İndi qiraətçilərimiz olacaq, gözəl şeirlər oxuyacaqlar. Çünki mən qiraətçi deyiləm, amma məhz o şeiri istərdim səsləndirim. Çünki o insanın həm də cəmiyyətə münasibətini, ağrı-acıya münasibətini, əzab-əziyyətə münasibətini və o, necə deyim, həmin o ağayanalıq formasında çox yüksək səviyyədə təsvir eləyir. Deyir, döş cibimdə Valakardin gəzdirirəm. Valakardin. Anam məndən hey soruşur, axı nədir bala dərdin? Axı sənin nə yaşın var, bükülürsən yumaq kimi, səni görmək istəyirəm, əyilməyən bir dağ kimi. Ürəyimdən ağrı qopur, sinəm olur para-para, söylə xəstə ürək hara, mən böyüdən oğul hara. Qurban olum, at bir yolluq o zəhrimar papirosu, qurban olum o masanın üstündəki yazı, pozu, qoy yarımçıq qalsın. Mənə gərək deyil adın sanın, sən gərəksən mənə oğul. Ağrımasın təki canın, ağrımasın. Kim istəyir öz canından gileylənə, yazıq anam ilhamı da qənim sairindi mənə. O nə bilsin ürəyimin nə ağrıdır, nə göynədir. Sevincindən xəbəri var, xəbəri yox, dərdi nədir? Dərdin nədir? Qoy özüm də cavab verim bu suala. Neştər olub sancır məni, dərd ürəkdə qala-qala, mənə ləkə vuran olsa ürək dözər. Və bu məqama çox istərdim, diqqət eləyək. Bir şəxsiyyət olaraq, kişi olaraq o xarakteri necə açılır orada. Mənə ləkə vuran olsa ürək dözər, mənə tələ quran olsa ürək dözər, ürəyimi qıran olsa ürək dözər, öz atamın silləsinə, bir dostun söz gülləsinə, gərib sinə ürək dözər. Qara nəfəs ucalsam da, şeirin çətin pilləsinə ürək dözər. Bir dostumun məzarını qucaqlasam ürək dözər, ürəyimdə gizli-gizli mən ağlasam ürək dözər. Bu ağrıya Valakardin gərək deyil, bir ürək ki əzab çəkmir ürək deyil, ürək deyil.
ürək dözmür, nadan sənə alim kimi dərs deyəndə. Bax, gəlib çıxır artıq o toxunan məqamlara. Ürək dözmür, nadan sənə bir alim tək dərs deyəndə, öz işinin xatirinə susub onu dinləyəndə ürək dözmür bilə-bilə, ikiləşib özünü sən evdə bir cür danışasan, işdə bir cür. Ürək dözmür. Ən müqəddəs duyğuların ürəyindən çıxıb köçür, ürək dözmür hilələrə, ürək dözmür yalanlara, ürək dözmür həm sənətkar, həm diplomat olanlara, yəni o ikiyüzlülüyü işarə verir. Sən ürəyi aldadırsan, ürək səndən acı qalır, ürəyində sağalmayan ağrı qalır, acı qalır. İnləyirsən, bükülürsən, süpə kimi keşiyində anan qalır, bacı qalır, deyir, nədir bala dərdin, valakardin verin mənə, valakardin. Gəl nəbzimi yoxla, ana, oğul, nəbzin yaxşı vurur, yuxla ana, dincəl bari. Bəlkə mənim öz cəzamdır, bu ağrıya, bu əzaba gərək düşəm, mən dilimlə ürəyimin arasına sədd çəkmişəm. Dodağımdan çıxmasa da ürəyimi üzə-üzə gizli qalan cəsarətim ağrı olub çıxır üzə. İtirsəydim vicdanımı, bu ağrılar heç olmazdı. İtirsəydim vicdanımı, bu ağrılar heç olmazdı. Mən ürəksiz yaşasaydım, ürək belə sarsılmazdı. Həm ürəyim ağrıyanda, hər ürəyim ağrıyanda demə nədir bala dərdin, valakardin gətir ana, valakardin. Yəni bu sadəcə şeir deyil, bu Tofiq Bayramın həm də bir avtoportretidir. Mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının, çox sağ ol, Azərbaycan ədəbiyyatının son, mən açıq bunun məsuliyyəti ilə deyirəm, son 10 ildə, 15 ildə, 20 ildə hətta, sözün həqiqi mənasında Tofiq Bayram kimi ağayana və kişi şairlərə çox ehtiyacı var. Çünki axır vaxtlar, yəni mən o prosesin içindəyəm deyənə indi hamısını müşahidə edirəm. İnsanlarımız da cılızdaşıb, şairlərimiz də cılızdaşıb və şairlərimiz də artıq dərdin, əzabın, çətinliyin qarşısında çox miskin və cılız görünürlər. Heç olmasa biraz Tofiq Bayram kimi şairlərimizdən dözüm, əzm, necə deyim, belə bir qürur götürə bilsəydilər, gələcəyi biraz başqa cür gedərdik. Çox sağ olun diqqətinizə görə. Məncə belə tədbirlər nə qədər çox olsa o qədər yaxşı olar. Sağ olun. İlqar müəllim, çox təşəkkür edirəm. Yox, o bir söz var, deyirlər, dost evinə gedən yol uzaq olmaz. Gözəl çıxış da uzun sayılmaz. Eldos müəllim verilişlərin birində Mədəniyyət kanalında səhv etmirəmsə, Nuranə Nurun verilişində Eldos Bayram, Tofiq Bayramın Evə Qaydırıq şeirini elə oxudu ki, nə gözəl ki, bugünkü bu tədatümlü vaxtda o nə qədər ünvana çatdı, ünvana qovuşdu. Azərbaycanın xalq artisti, bizim çox dəyərli diktorumuz, özümün də çox tez-tez yazışdığım, məsləhətlərinə sığındığım Eldos Bayramı alqışlarla mən istəyirəm ki, səsləyək, bura dəvət eləyək. Hamınızın qarşısında baş əyirəm. Dəyər vermək. Mən mikrofon qarşısında olduğum 52 ildə bir həqiqəti başa düşdüm. İnsan o vaxt xoşbəxt olur ki, onu dəyər verirlər. Çox razıyam, son dərəcə. Sizin hamınıza minnətdaram, o dəyəri görəsiz. Gəlmisiniz, Tofiq Bayramın ruhunu şadların ən şadı eləmişsiniz. Ölənlərinizin ruhu şad olsun. Buna görə hamınıza minnətdaram. Özüm də daxil olmaqla təbii ki, həyat yoldaşım da daxil olmaqla. Əli əleyhissalam deyir ki, danışın, ta tanınasınız, kişi dilinin altında gizlənib. O dildən nə çıxırsa, o qəlb odur. Allah nə qədər insanı saf eləyər, pak eləyər. Hərəkəti də təbii, safdır, pakdır. Şeirləri də pakdır. Bir adam deyir ki, kişilər görmüşəm qisməti, payı böyük bir külfətdir, balaca otaq. Hər axşam qadını dəmləyən çayı 100 ziyafətə dəyişməz ancaq. Qadınlar görmüşəm, ac-susuz qalıb, ürəyi həsrətdən büşəsi olub, yollara baxmaqdan gözü qaralıb, çeşməyi pəncərə şüşəsi olub. Rəislər görmüşəm, sinə qəfəsi az qalıb partlasın bir zəng səsindən. Hirsini soyudub qadın nəfəsi, evdə şəfa tapıb bir təbəssümdən. Qadınlar görmüşəm, dünya qəmini evindən didərgin salır hər axşam. Kişi ürəyinin sarı simini qayğı mizrabı ilə çalır hər axşam. Hardasa başına yağır alqışlar,
Kiməsə şöhrətin adın gərəkdi. Evdə ipək əllər, gülgün baxışlar, evdəsən deyən qadın gərəkdi. Sevən ürəklərdə bir istək gəzir. Bir şirin təbəssüm, bir loxma çörək. Vəfalı kişilər evə tələsir. İlk görüş yerinə tələsənlərdək. Azərbaycanda niyə ailə institutu dünyada ən qüvvətli institutuydu? Allah rəhmət eləsin, Allah eləsin yenə qayıtsın. Çünki Tofiq Bayram kimi kişilər o sözü tərbiyələndirmişdilər xalqa. Hələ onun da ulu babalarından başlayaraq. Xalqımız, mentalitetimiz odur. Ruhu şad olsun. Var olsun. Sağ ol. Sağ ol. Bağışla biraz uzun. Estağfurullah. Eldos müəllim, çox sağ olun. Çox təşəkkür edirik. Sizi dinləmək həmişə xoşdur. Səsiniz, gözəl çöhrəniz ekranlarımızdan əski olmasın. Bu insan da Azərbaycan mədəniyyətinin çox dəyərli simalarından biridir və illər əvvəl efirdə bir inci qoparmışdım ondan. Bugün də məsələn, özüm də dostlarıma, ərkim çatanlara həmişə deyirəm ki, yalnız uniformaların yaxaları əyləşəndə açılmaz. Digər bütün pencəklərin yaxası əyləşəndə açılmalıdır. Bu sözlərin müəllifi Azərbaycanda kulturologiya elminin banisi, eyni zamanda Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti bizim çox dəyərli kulturoloqumuz Fuad Məmmədovdur. Vallahi bir mədəniyyət bayramıdır bugün, həm də Tofiq Bayramın adının işığına yığışan insanlar da belə insanlar olmalıydı. Fuad müəllim, xoş gördük sizi də. Buyurun, siz də yaxınlaşın mikrofona, rica edirik. Şadam sizi görməyə. Təşəkkür edirəm. Çox böyük hörmətim var və təşəkkür edirəm belə gözəl məclis aparmağınıza görə. Sizə də təşəkkür edirəm. İlqar müəllimə də təşəkkür edirəm. İnanın ki, mən özüm üçün bugün çox şey açıqladım. Təəssüflər olsun ki, mən ümumiyyətlə rus dilliyəm, rus dilində oxumuşam və ömrümü elmə sərf eləmişim. O Peyğəmbərin bir kəlamı var, deyir ki, hər bir sədəqədən üstün elm ilə məşğul olub, elmi bilikləri yaymaqdır. Svet xan bilir, ömrümü ona sərf eləmişəm. Ona görə poeziyanı mən yaxşı bilmirəm. Mən bilirəm ki, Tofiq Bayrama rəhmətliyə mənim çox böyük hörmətim, məhəbbətim var. Çünki mən Sveta xanımı tanıyıram, bacısını tanıyıram, bu ailəni tanıyıram, Əmircanda olmuşam. Əmircanın simasını ki, deyildi burada. İlqar müəllim dedi, onun özü də gözəl bir simadır. Nəhayət, Sveta xanımı mən tanıyıram və Sveta xanım mənim bacımdır. Mənim qəlbi bacımdır. Nəyə görə? Çünki Sveta xanımda olan mərdlik hər kişidə olmaz. Çox kişidə heç yoxdur. İnanın mənə. Mənim üçün, bax o, mənim aləmimdə mədəniyyət iki qanadlı quşdur. Bir qanadı mənəvi mədəniyyətdir. Məhəbbətdir, dostluqdur, alicənablıqdır, mərdlikdir, mərifətdir, mərhəmətdir, vicdandır, nəzakətdir, dürüstlükdür, vətənpərvərlikdir, inamdır. İndi çox adam eşidəndə ki, belə bir keyfiyyətləri olan insan mədənidir yoxsa yox, mən deyirəm ki, o mənəvidir. O mənəviyyat mədəniyyətin əsasıdır. Bir qanadıdır, əsas qanadıdır. O olmasa, o biliyi olan insan çox təhlükəlidir. Çünki o sivilizasiyalıdır, o mədəni deyil, o dağıdıcı qüvvə ola bilər. Və biz Azərbaycan xalqının doğrudan da əsas kökü mənəviyyatdadır. Mənəviyyatda. İndi Tofiq Bayram haqqında mən onun şeirini burada eşitdim. Çox diqqətlə qulaq asırdım. O Valakardin nə qədər bu gözəl böyük şəxsiyyətidir, nə qədər o mərdidir. Bizdə indi riyakarlıq baş tutub gedir. Soruşanda kimlənsə ki, 2-2-yə vuranda neçə eləyir, deyir, sizə neçə lazımdır? O qeyri-məqbuldur. Belə yanaşma ilə, belə psixologiya ilə, belə mənəviyyatla heç bir xalqın gələcəyi ola bilməz. Məhz Tofiq Bayram kimi, Svetlana xanım Bayramova kimi mərd insanların üstündə durur. Bizim milli mədəniyyətimiz ki, orada ailə mədəniyyəti də çox yüksəkdir. İnsan mərdliyi də, mən də elə ailədə böyümüşəm. Həmişə mənə deyiblər ki, insanın mərdliyi hər şeydən vacibdir. Çünki həqiqətən bu belədir. Bilirsiniz, siz kiminləsə söhbət eləyəndə ola bilər ki, ailə qurmaq istəyirsiniz, məhəbbət, dostluq, əməkdaşlıq. Gərək özünüzə 3 sual verəsiniz.
Nədir bu suallar? Birinci sual, bu adam nə istəyir? Onda siz biləcəksiniz ki, onun məqsədləri nədir? Məqsədlərini biləndə biləcəksiniz ki, onun dəyərləri nədir? İkinci sual, özünüzə verirsiniz, söhbəti də o cürə qurursunuz ki, o suallara cavab alasınız ki, bu adam nəyi bacarır? Onun səriştəsin, onun ağlın, onun nəticələrin mütləq bilmək lazımdır və nəhayət üçüncü sual, mənim üçün şəxsən və sizlər üçün ən vacib sualdır ki, bu adam özü nədir? Yəni, söhbət gedir bunun psixologiyasından və bunun xasiyyətindən. Əgər onun müəyyən qabiliyyəti də var, bacarığı da var, nəticələri də var, amma özü, xisləti mənfidirsə, o mərdlik yoxdursa, kişi döyürsə, mərd döyürsə, onda o adamdan uzaqlaşmaq lazımdır. Nə qədər onun dəyərləri olsa da, onunla sizinki baş tutmayacaq. Nə ailə, nə məhəbbət, nə dostluq. Ona görə Allah Tofiq Bayramın ruhunu şad eləsin. O bizim, indi mən başa düşürəm ki, nə qədər o bizim Azərbaycan mədəniyyətinin ən parlaq ulduzlarından biridir. Və mən çox şadam ki, mən elə gözəl şəxsiyyətin, belə gözəl bacısı ilə də dostam, mənim qəlbi bacımdır, Sveta xanım Bayramova. Bu adam həm çox ağıllıdır, həm güclü məntiqi var, həm də çox mərddir. Heç kimdən qorxmur, sözün deyir, eyni zamanda çox etikalı. Bundan yüksək mədəniyyətli insan nə ola bilər? Bilik, bacarıq, mütəşəkkillik, mənəviyyat, yaradıcı fəaliyyət hamısı var. Eşq olsun. Ruhu şad olsun. Fuad müəllim, çox sağ olun. Siz danışa-danışa və o əvvəldə də gözəl arzularınızı paylaşa-paylaşa, səhv etmirəmsə Vaqif Səmədoğlu'nun idi, ruhu şad olsun onun da gözəl bir ifadəsi var idi. Deyirdi ki, poeziya dünyanın arzu tarixidir və bugün baxın, cismən aramızda olmasa da, amma nə qədər arzularımızın ən özəyindədir, ən içindədir. Tofiq Bayramın ruhu, onun ailə üzvləri, onun əzizləri və ruhuna rahatlıq deyirik və cənnət bağçalarının ən gözəlindən Cənab-ı Allahdan onun üçün yer etməsini arzu edirik. Əziz dostlar, bugün bizim sıralarımızda çox dəyərli bir insan da var. Bu yəqin ki, bir çoxunuzun zamanın müxtəlif məqamlarında yaşadığı, bilmirəm, keçirdiyi bir hiss olub. Bəzən öz adımızı bir kimsə də görəndə bəzən təəssüflənərik ki, yəni belə ad biri məndə, biri onda və yaxud da bir körpəyə ad qoymaq istəyəndə, bir ad təklif eləyəndə o adda əgər tanıdığımız, heç sevilməyən, xoşa gəlməyən, cəmiyyətə yararsız biri olarsa, o adın sanki üzərinə öz enerjisini qondurar deyə o addan həmişə çox uzaq qaçarıq və mən də çox böyük bir hörmətlə eyni adı daşımaqdan da şərəf duyduğum Axund Azərə bu dəqiqələrdə sözü verəcəyəm bizim dəyərli ilahiyyatçımıza. Eyni zamanda bilirsinizsə, onun da qələminin ayrıca bir gücü var, bir qiyməti var. Axund, xoş gəlmisiniz. Salam aleyküm, buyurun, mikrofon sizin ixtiyarınızdadır. Söz. Bismillahirrahmanirrahim. Allah qariq rəhmət eləsin bu sənətkara, Tofiq Bayrama. Burada dəyərli insanlar cəm olub. Niyə görə dəyərli deyirəm? Çünki dəyərliyə qiymət verən, dəyər verən dəyərli insanlar olar. Hər adama qismət olmur ki, dəyərli insana lazımı dəyərini versin. Söz belə bir aləmdir ki, söz möcüzədir. Bu möcüzə aləmində nə qədər çox söz deyən var, amma ad qoyan azdır. Allah Teala deyir ki, və nəktubu ma qəddamu. Və nəktubu, yəni yazırıq. Kitab sözünü. Və nəktubu ma qəddamu. Ne ki təqdim eləyirsiniz. Bütün əməllərinizi yazırıq. Və nəktubu ma qəddamu. Dalıcan deyir ki, və asarıq. Yaxşı, təqdim elədiyimizi yazırlar. Bəs əsər? Əsər odur ki, insan özü gedəndən sonra elə bir şey qoyur ki, salih övlad ola bilər, nə bilim, məscid tikdirər, məktəb tikdirər, yol çəkdirər və özü gedəndən sonra da onun xeyir işləri yazılar. Bu kişi o kişilərdən idi ki, özü cismən getsə də əsərləri yaşayır
və onu tanıyanlar həmişə var. Mən şəxsən o ilə üzbəüz görüşməmişəm. Mən onu hardan tanımışam? Şeirlərindən. Aristotelin sözü var, deyir, danış ki, səni görüm. Və yaxud Əli əleyhissalamdan misal çəkdilər. Kişi dilinin altında yatır. Kişi danışanda bilinir o kimdir. Aristotel deyir ki, danış ki, səni görüm. Belə bir məsal var. Muşt numuneyi xalvar است. Bir ovuc bir dənə xalvardan nümunədir. Böyük bir xalvarla, məsəl üçün, bir buğdon var. Onu hamısını getirib göstərə bilməsən, bir ovuc ondan göstərsən, mən biləcəm ki, bu hansı sortdur. Və hər bir şairin necə şair olduğu, hansı əqidədə olduğunu bilmək istəyirsənsə, bir dənə şeirindən misal çəksən, kifayət eləyir. Bir dənə şeirindən misal çəkinən. Və mən inşallah onun bir şeirini oxuyacağım sizə. Cəmi 2 bənddir. 2 dənə 4 misralıq. 2 bənd şeirini oxuyacağım. Və burada oxunan şeirlərin arasında inanmıram ki, o şeiri kimsə istəyər, oxusun və yaxud elə bir şeirdir ki, orada bir qəribə bir üsyan var. Çox qəribə üsyan var. Və axırda şeirin adından bilinəcək ki, bu nəyin üsyanıdır və hələ o vaxtı nəyin üsyanı da eləyib. Hər şair də necə deyərlər, kim necə yaşayır, insan əməllərinin gürovundadır. Əməllərin gürovundadır insan. İnsanın içi nədir, həyatı nədirsə gördüyü iş də odur. Şair şeirindən bilinər ki, bu necə yaşayır. Allah rəhmət etsin, Zəlimxan Yaqub gözəl şair idi. O yaşıl ağacın üstü Allahın, o yaşıl ağacın altı bizimdir. Bu şeirin müəllifi də hiss olunur, deyilməyindən hiss olunur ki, bu necə yaşayıb. Ramiz Rövşən Allah ömrünə bərəkət versin. O da yaxşı şairdir. O deyir ki, bu odlar diyarında qızına biləydi adam. Yaşıl bir ağac altında uzana biləydi adam. O şeirin ruhundan hiss olunur ki, bunun yaşantısı nədir? Şair, şeiri onun ruhudur. Mən 2 bənd deyəcəyim onun şeirindən və bu ilə də söhbəti tamamlayıram və sonda şeirin adını deyəcəyim. Bir adam didərgin düşsə vətəndən, qürbət əzabı ilə köksü dağlanar. Bir adam didərgin düşsə vətəndən, qürbət əzabı ilə köksü dağlanar. Yurduna can atar, son nəfəsəcən, qəbri də vətənsiz od tutub yanar. Bir millət 50 ilə düşüb qürbətə. Bunu da qeyd edib ki, 50 ilə sözü Bakı cəmaatının sözüdür. Nə var 50 ilə yığışıb gəlmiş bu söz var. Bir millət 50 ilə düşüb qürbətə, yurdunda at çapır, gəlmələr, yadlar, xalqlar necə dözür bu cinayətə, bir xalqı vətənsiz qoyub cəlladılar. Bu şeirin adı Fələstin xalqıdır. Fələstin xalqı. Allah haqqı deyən şairlərə rəhmət eləsin, Allah onun ruhunu şad eləsin. Sağ olun, çox. Axund, təşəkkür edirik. Allah razı olsun. Nə qədər qiymətli səkizlikləri var doğrudan da. Amma bu səkizliklərdə nə qədər böyük mənalar yatır. Bəlkə də hələ 8 illiklər, 80 illiklər keçəcək, öz dəyərini yenə də qoruyub saxlaya biləcək. Bayaq adını bir dəfə çəkdim. Mənim mənəvi anam. Bizim çox dəyərli jurnalistimiz, əməkdar jurnalistimiz, şöhrət ordenli, tərəqqi medallı Flora Xəlilzadə. Mən ehtiyatla çəkirəm adını, çünki sözdən çox ürəyim danışır. Alqışlarla Flora xanımı da həm də bir ruhun, ürəyin ehtiyacı ilə bu mikrofona səsləyirik. Çox sağ ol. Əzizim Svetlana xanım, anam, bacım. Mən istərdim ki, Tofiq Bayramla bağlı 3 xatirəni danışım, sonra keçim mətləbə. Birinci xatirəm budur ki, həmişə
demişəm, təkrar edirəm. Orta məktəbdə oxuyanda Bakıya gəlmişdim qardaşımla. O zaman Azərbaycan Gəncləri qəzetində Müjdə Ədəbi Birliyi fəaliyyət göstərirdi. Qardaşım məni ora apardı. Amma heç nə demədi. Dedi, aparıram, birlikdən tanış olasan. Mən də oturub qulaq asırdım. Şairlər oturub, o vaxt televizor zat yox idi elə geniş Qərb Azərbaycanda. Yəni heç kəsi üzdən tanımırdım. Birdən dedilər ki, Ermənistandan gəlmiş Flora Xəlilovaya söz verilir. Şeirlərini oxusun. Biri qaldım məhtəl, bu mənim adımı kim verir? Mən də qardaşım eləmişmiş. Çıxdım şeirlərimi oxudum. Tərifləyən də oldu, tənqid eləyən də. Elə aralanmaq istəyirdim. İki kişi ayağa qalxdı, mənə yaxınlaşdı ki, dayan. Dayandım. Biri dedi ki, sən gələcəkdə ya şair olacaqsan, ya nə isə bir yazan olacaqsan. Familiyanı düzgün yaz. Dedim, başa düşmürəm. Dedi, familiyanı Xəlilzadə yaz. Belə dayandım. O birisi dedi ki, yox, Xəlilbəyli yaz. Sonradan bildim ki, Xəlilzadə deyən Tofiq Bayrammış, Xəlilbəyli deyən Xəlil Rza Ulutürk. Mən getdim evə, bacım dedi ki, elə Xəlilbəyli yaxşıdır. O vaxtda Sovet dövrü idi. Dedim, yox, bir Xəlilxanlı, yox, mən istəmirəm. Mən elə Xəlilzadə olmaq istəyirəm. Bu gün Xəlilzadə kimi özümü təsdiqimdə, bu familiya ilə nələrəsə nail olmağımda elə bilirəm ki, Tofiq Bayrama borcluyam. Allah onun ruhunu şad eləsin. Yəni, hər dəfə Xəlilzadə deyiləndə o hadisəni xatırlayıram. İkinci, mən praktikadaydım, Universitetin Jurnalistika fakültəsində oxuyanda Şahbuz rayonunda. Orada bir bağça müdüründən felyeton yazmışdım. Orada rayon qəzetində çıxmışdı, sonra gəlib burada Azərbaycan müəllimi qəzetində də onu çap elətdirmişdim. Felyeton belə başlayırdı. Adı Matan gəldi idi. Bizim analar uşaqlarını evə çağıranda onları qorxutmaq üçün deyərdilər, xortdan gəldi, şeytan gəldi. Qonşumuz varsa deyərdi, türk gəldi. Şahbuzda isə matan gəldi deyirlər. Mən felyetonu danışmıram. Felyeton dərc olunandan bir gün sonra dedilər səni 2 nəfər axtarır. Biri yazıcı, ədibimiz Seyfəddin Dağlı idi. O birisi də şair Tofiq Bayram. Gəldilər, görüşdük, amma məni həyəcan bürüyüb ki, bunlar məni niyə axtarır? Tofiq Bayram dedi ki, o vartı deməklə sən ermənilərin xislətini çox gözəl göstərmirsən. Bu Sovet dövrüdür, ha. Yəni, haradasa 75-ci illərdən danışıram, tələbə vaxtımdan. Amma sənə bir məsləhətim var, ehtiyatlı ol. Bu da Tofiq müəllimin bir məsləhəti idi mənə. Sonra Sabir adına Sabir adına kitabxanada Bəxtiyar Vahabzadə, xalq şairi, onunla görüş keçirilirdi. Belə şeyləri səslənirdi. Bir kişi durdu ayağa. Dedi, bu qəfil görüş kaş olmayaydı. Mənim gözlərimdə eşqin həsrəti, sənin gözlərində yaş olmayaydı. Bu misraların hamısını dedi. Bəxtiyar müəllim ayağa qalxdı. Dedi ki, şair bax budur. Sözün qüdrəti bax budur. Bugün Bəxtiyar Vahabzadə ilə görüş keçirilir. Amma səslənən şeirlər Tofiq Bayramındır. Mən Tofiq Bayramı ürəkdən dedi, təbrik edirəm ki, onun qüdrəti burada da özünü göstərdi. İllər keçdi, mən universiteti qurtardım. Yəni Tofiq Bayram mənə orta məktəbdən Azər dediyi o kitablar mənə orta məktəbdən özümlə gətirmişdim. Hətta gündəliyimdə də onun şeirlərini yazmışdım. Bir şeiri var idi, indiyə kimi yadımdadır ki, bugün həyatınam, sabah torpağın, kim tutub dünyanın min il qalacaq. Kaş ki, öləcəyim günü biləydim nə zaman son nəfəsimdir. Demirəm dünyaya bir də gələydim. Bir dəfə gəlmişəm, elə bəsimdir. Və şeir uzundur. Onda məqsəd nədir? Doğmalarla hallallaşmağa vaxt tapmaq, doğmalarla vidalaşmağa vaxt tapmaq, ilk görüş yerinə getmək. Nəsə bu şeir indiyə kimi orta məktəbdən mənim yadımdadır. Mən indi özündə də bu saat, bu yaşımda 2 şairlə nəfəs alıram. Hər gün onları baxmasam, oxumasam, onlardan dərs almasam, onlardan qidalanmasam ölərəm. Bunun biri xalq şairi Məmməd Arazdır, biri də Tofiq Bayram. Və apardığım araşdırmalarda gördüm ki, bu 2 şairin elə qəribə ruh bağlılığı, elə qəribə bir-birinin sanki davamını eləyirlər. Məsələn, Tofiq Bayram deyir ki, mən vətənə Füzuli,
Abbas Səhhət deyirəm, mənim vətənə sabiri, doğan qeyrət deyirəm. Məmməd Araz nə deyir? Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin qəlbinə toxuna bilər. Yəni bu artıq Tofiq Bayramdan gələn bir ideyadır və bunu Məmməd Araz inkişaf elətdirir və onların Azərbaycanla bağlı şeirlərində bu oxşarlığı mən görürəm. Və Tofiq Bayramın şeirlərində mənim bir misra çox diqqətimi çəkmişdi. Azərbaycan təntənəsi var yer üzündə. Talih elə gətirdi ki, bir bəxtəvərlikdir bu. Mən bir jurnalist kimi bəlkə dünyanın yarısından çoxunda olmuşam. Yəni keçirilən Azərbaycan mədəniyyət günlərində iştirak etmişəm. Və hər dəfə də Tofiq müəllimi fikirləşirdim ki, doğrudan Azərbaycan təntənəsi var da, bax bu da yer üzündə. Amma doğrudur, o deyir siyasətin açmadığı qapıları mədəniyyət açır birinci növbədə. Amma son hadisələr, yəni Qarabağımız işğaldan azad ediləndən sonra, zəfər günümüz baş verəndən sonra mən duydum bu qürurluq hissi keçirdim ki, doğrudan da Tofiq Bayram uzaq görənmiş bir Azərbaycan təntənəsi var dünya üzündə. Deyir, baxma xəritədə o bir damladır, amma dünya boyda qüdrəti var Azərbaycanın. Budur Tofiq Bayram. Yəni o cəmi 57 il bu dünyada yaşadı. Amma bugün 90 illik idi, gələcəkdə 100 illik olacaq, sonra 200 illik olacaq. Yəni o deyirdi ki, gərək elə yanım ki, külümdən bilsinlər mən Tofiq Bayramam. Amma yox, o yanmayacaq. Onun şeirləri, onun sözü onu yaşadacaq. Mən sizə minnətdaram. Bir bazı kimi çox danışa bilərəm. Saatlarla Tofiq Bayramdan mən danışaram. Elə bilirəm ki, başa yetməz. Amma yenə təkrar edirəm, başqa şairlər məndən inciməsin. Azərbaycan haqqında ən qüdrətli şeyləri Tofiq Bayram və Məmməd Araz yazıb. Flora xanım, çox təşəkkür edirik. Və icazənizi istəyəcəyəm. Artıq yəni çıxışların sonlarına yaxın, amma gecə qarşıdadır. Nə qədər könlünüz, ürəyiniz istərsə eləşə bilərsiniz. İllər əvvəl Svetlana xanımın müsahibələrinin birində oxumuşdum bu fikirləri ki, 1991-ci ilin məhz aprel ayında Tofiq müəllim səhhətində yaranan narahatlıqlarla bağlı xəstəxanaya düşür və bacısından bir şey arzu eləyir, bir şey diləyir. Həyətlərindəki ərik ağacının budağından qoparıb ona gətirməyim. Mən özüm də kənddə böyüdüyündən bu ehtiyacı hardasa anlaya bilirdim, duya bilirdim. Amma bir qədər sonra anladım o ağaca, o budağa onun bu qədər olan ehtiyacını. Ta ki mən ərik ağacı şeirini oxumamışdım və o şeirdən sonra onun bu dünyadakı son istəyinin, son arzusunun tam cavabını tapmış oldum icazənizlə. Çox istəyirəm bugün. Yəni, bir ifadə işlətdim Flora xanımı təqdim eləyəndə ki, həm də bəzən bizim ruhumuzun, qəlbimizin bir ehtiyacı olar. Bu ehtiyacı ödəyim, sonra davam eləyək və sözü digər bir hörmətli ziyalımıza verim. Atamın əziz xatirəsinə deyə yazır bu şeiri. Hər cür ağac var da bizim həyətdə. Bu ağac bir bağın yaraşığıydı. Tayı, bərabəri yox idi kənddə. Əriklər elə bil ay işığıydı. Camaat gələrdi tamaşasına, ondan ətək-ətək meyvə dərərdi. Atam ən istəkli dost daşdasınına yayda səbət-səbət pay göndərərdi. Yenə qurtarmazdı bəhəri, barı, əziz xələf idi səxavəti ilə. Yerdə adamları, göydə quşları hər yay doydururdu öz neyməti ilə. Kölgəsi tutmuşdu evi, eyvanı, yamyaşıl pərdə idi pəncərələrə. Barlı ağacların mahir bağbanı atamın əli ilə sancılmış yerə. Deyərdi kamına çatıb, qovuşub ömrüm bu əriyin ilk nübarı ilə. Cavanlıq günlərim bir-bir soğuşub hər payız tökülən yarpaqlarıyla. Onun qulluğunda durub il boyu nazını çəkmişəm öz övladım tək. Əzəldən əhdim var, balamın toyu
bu ağac altında çalınsın gərək. Başına dolanıb əlində qayçı kəsib seyrəllərdi ilk bahar çağı. Bir qız qaməti idi, bir gəlin saçı, onun sığal görən qolu budağı. Bir beşik asmışdı iri şaxından, o günlər mənim üçün qədimdən qədim. Həmin o beşikdə yatdım bir zaman, ana laylasını orada dinlədim. Yastığım, yorğanım, yaşıl yarpaqlar, əriyin xoş ətri, yuxu dərmanım. Üstümə sallandı yumru çıraqlar, qorxdum ki onları qoparım yanım. Özləri beşiyə dolardı bir-bir, yayda süd yerinə ərik yeyərdim. Yuxuda görərdim, ağac yeriyir, ulduzlar başıma qonar deyərdim. Mən də yorğanıma bürünüb bərk-bərk, yellənib üzərdim Nur dənizində. Bəzən yaddan çıxıb gecə sübhədək asılıb qalardım göyün üzündə. Duranda bəxtimə ərik çıxardı, şirin həqiqətə dönərdi xəyal. Quşlar da payıma şərik çıxardı, sapsarı əriklər olaldı xal-xal. Yuxu da, nağıl da köçdü beşikdən. Dəyişdi gözümdə bu həyət baca, bir gün körpəliyim düşdü beşikdən, dəcəl uşaqlığım çıxdı ağaca. Quşlar pərən-pərən oldu səsimdən, hər budaq əlimdə göy qanad kimi. Dırmaşıb ağacın təpəsinə mən sürmək istəyirdim onu at kimi. O kibar dartırdım irəli, geri, aşırdım ağacdan kəlləmayallaq. Hər yarpaq üzümdə bir cızmaq yeri, hər budaq çiynimə dəyən bir şallaq. Anam tez yoxlayıb əl-ayağımı şükür eləyərdi, sağam, salamatam. Gözümün işığı dağıt barımı, dəymə bu ağaca deyərdi atam. Bir yarpaq ya soldu, ya büzüşdü mü? Ağrısı canına düşürdü onun. Ağacın bir qolu sınıb düşdü mü? Qolları yanına düşürdü onun. Bu yay bəhərli idi həmişəki tək, meyvə gətirmişdi o pıtraq kimi. Birdən yağış yağdı, gürladı külək, əsti nəhəng ağac bir yarpaq kimi. Belə əsməmişdi yaranışından, təbiət kökündən vurdu ağacı, külək sinəsindən, yağış başından döydü, silləliyib vurdu ağacı. Şaxlar bir-birinə dəydi şaqqa-şax. Dolu budaqların azaldı yükü. Ərik ölməmişdi, hələ sağdı sağ, onu saxlayırdı rişəsi, kökü. Mən də titriyirdim, küncə qısılıb, ay aman, gözümə nələr görünür. Anamın əlləri göydən asılıb, yaralı budaqlar yerlə sürünür. Hərdən eşidirdim ah naləsini, göylə danışırdı o aram-aram. Bəladan hifz elə bol meyvəsini, dərib qapı-qapı nəzir paylaram. Nə külək dayandı, nə yağış kəsdi. Yay kimi dartınıb gərildi yerə. O elə titrədi, o elə əsdi birdən gürultuyla sərildi yerə. Sanki yaraşığı getdi hər yanın. Yaşıl paltarını hər yer soyundu üstünə, budaqlar qonan eyvanın üstünə yetimlik, üstünə qəriblik qondu. Atamın qəddi də əyildi yaman, dedim fəryad səsi göyləri dələr. Elə yapışmışdı öz yaxasından, ucunun içində qaldı düymələr. Üzünün kədəri, gözünün nəmi, ah nələr söylədi, deyim mən sizə. Uzaq gəncliyimin yaxın həmdəmi, xatirə ağacım getdi əlimdən. Dedi, dolanmayın yan yörəsinə, qoyun öz-özünə quruyub yansın. Əliniz dəyməsin bir meyvəsinə, toyuqlar, sərçələr yeyib dolansın. Mən də şərik idim o qəmə dərdə. Torpağa çökmüşdü ağac köhlənim. Beşik üzü qoyulu qalmışdı yerdə. Yıxılan körpəlik çağımdı mənim. Bu şeirdə o qədər gözəl təsvir var ki, sanki ağac
bizim gözlərimiz önündə canlanır. Biz onun gözəl çağlarını da görürük, bol yarpaqlı, bol bəhrəli günlərini də görürük. Amma sonradan o ağacın faciəsini də elə bil ki, hər birimiz yaşayırıq. Ümumiyyətlə, ağaca həqiqətən də ağaca bir müqəddəs bir varlıq kimi baxmaq lazımdır. Çünki ağacın özü də əslində canlıdır. Və Tofiq özü də o hissləri yaşadı və bunu çox gözəl bir deyim ki, mənim Tofiqin ən çox sevdiyim şeirlərindən Ay, biri. necə Vəzn seçmişəm. şeiridir. Mən o şeiri çox sevirəm. Dünən səhər saat 5-in yarısına qədər bir daha bütün şeirlərin üzərindən keçdim. Hətta əl yazma şeirlər kitabım var. Orada da Tofiq Bayram şeirləri var idi. Əzbərə bildiyim şeirləri var. Səmimi etiraf eləyirəm, söyləyə də bilərəm. Bir meydan kimi imtahanda hazır dayanmışam. Amma bu şeiri seçdim. Bu şeiri, yəni o qədər içim sanki bir üsyan içimdəki o ehtiyac oyandı, hayqırdı ki, bu şeiri demək istəyirəm. Və hələ onun ömrünün o sonundakı ehtiyacı bir daha bu şeiri mənim gözümdə bir başqa dəyərli etdi. Şad olsun ruhum. Mən qiraətçi deyiləm, amma bizim çox dəyərli bir qiraətçimiz var və günümüzdə onun varlığına həm də ona görə şükür edirəm ki, Azərbaycan insanını bir daha yenidən, axı biz şeirsevər, sənətsevər bir xalqı, köklərimiz o qədər mübarəkdir ki, o qədər zəngindir ki, yenidən insanların ayağını, yenidən insanların o cismini şeiriyyata sanki böyük bir sel kimi gətirə bilib öz qiraəti ilə və neçə həmin qiraətində şairlərin ruhuna yenidən bir canlılıq, bir oyaqlılıq, bir şadlıq qatıb. Xəzər Süleymanlı əziz dostlar buradadır. Çox sağ ol, Bayzər, təşəkkür edirəm. Axşamınız xeyir olsun. Tofiq Bayram yaradıcılığı mən də çox sevirəm hamı kimi və istəyirəm ki, mənim üçün çox məhrəm olan bir şeirlə başlayım. Bu şeirin mövzusu elədir ki, yəqin ki, onu dinləyəndə artıq biləcəksiniz ki, niyə görə məhrəmdir və yəqin ki, elə özünə aid eləyən insanlar da olacaq. Əvvəlcə isə istəyirəm bizim dəyərli ustadımız Eldos Bayramdan bir icazə istəyim. Onun nəzəri hər zaman üzərimizdə olsun, çünki dəyərli ustadımızdır. Allah onun canını sağ eləsin. Qəşəngdir oğlumun xurmayı saçı. Qaşları qaradır, gözləri qonur. Məni görən kimi o qanad açır. Bala göyərçin tək sinəmə qonur. Deyirlər oğlumu çox sevdiyimdən batır sol yanağı gülümsəyəndə. Qoy olsun, bu sözü bildiyim gündən elə həmin yeri öpürəm mən də. Sanıram basdıqca onu bağrıma, o mənim canımla bir can deyilmi? Mənim hər dərdimə, ürək ağrıma, onun gül nəfəsi dərman deyilmi? Əzizdir hamının mənə körpəsi, gözümün işığı, özümün küdü. Elə ki eşitdim ağlamaq səsi, deyirəm ağlayan özümün küdü. Onda süd qoxusu, gül nəfəsi var. Səadət diliyir bütün varlığa. Bu yer kürəsində bütün balalar, balam tək çıxaydı bəxtiyarlığa. Hər vaxt diliyirəm o gözəl çağı. Gözlərdə nə qüssə, nə qəm olaydı. Bütün körpələrin sığınacağı. Deyirəm, kəş mənim sinəm olaydı. Bugün bu meclisler Zakir'in kızı Kanada'dan gelmiş atasının babasının bu meclisinde iştirak eden Tomris balamız var. Bunu alkışlayarak Sağ olun. Çok sağ olun müteşekkir. Çok sağ olun. Tomris adını Tofik sağlığında gördüğü yegane nəvəsi olub, Tomris ilk nəvəsi olub və Tofik bu adı özü şəxsən Tomris balamıza qoymuşdu. Bugün də Tomris bizim ən əziz balamızdır. Vətəndən uzaqda yaşamağına baxmayaraq, Kanada'da o bir Azərbaycan dünyası təsəvvür edin, yaşayır.
Bu da Tofiqin o milli vətənpərvərlik hisslərinin təzahürüdür. Hətta təsəvvür eləyin ki, 2 yaşında uşaq Azərbaycan himni altında yuxuya gedir. Maşallah. Sağ ol Tomri, sən bu hərəkətinə görə doğrudan da Azərbaycanın Tofiqin ruhunu yaşadırsan. Çox sağ ol. Mən icazənizlə bir şeir oxumaq istəyirəm. Ümumiyyətlə, dəyərli insanları son zamanlar sözün əsl mənasında axtarıcı olmuşuq onlar üçün. O gözəl günləri də xatırlayırıq, o gözəl insanların varlığını da xatırlayırıq. Və Tofiq Bayramın da belə bir şeiri var, axtaracaqsan. Və yəqin ki, artıq bildi söhbət hansı şeirdən gedir. Həqiqətən də biz o bu şeirdə oxunan sətirləri, Tofiq Bayramın axtardığı bir zamanlar axtarmağımızı öncədən təyin etdiyi o məqamlar ki var, onu həqiqətən də axtarırıq. O şeir isə belədir. Hələ qulağına çatmır harayım. Bir vaxt məni gülüm axtaracaqsan. Görsən viran olub könül sarayım, uçulub özülüm axtaracaqsan. Dağ yarar sel-selə qarışmaq üçün, qəm dilə hökm edər barışmaq üçün. Mənimlə görüşüb barışmaq üçün, ay məndən küsülüm axtaracaqsan. Yandırdı ay üzlü mələklər məni, aldatdı qurduğun kələklər məni. Silib sovuracaq küləklər məni, qalmayacaq külüm axtaracaqsan. Daş olub yoluna düzüləcəyəm, yaş olub gözündən süzüləcəyəm. Sənə yanıq verib tez öləcəyəm, məni zülüm axtaracaqsan. 100 nalə çəkirəm bir simin üstə, çəkmə qılıncını səbrimin üstə. Elə ki ot bitdi qəbrimin üstə, rahlandı mənzilim axtaracaqsan. Yar da axtarmasa məni yar kimi, itmərəm əlindən uçan şar kimi. Məni oğul kimi, sənətkar kimi, ay mənim öz elim axtaracaqsan. Təşəkkür edirəm, çox sağ olun. Tofiq Bayramın ruhu şad olsun, onun ruhundan bizim də ömrümüzə, ömür yollarımıza bir işıq düşsün ki, biz də bu yolu sədaqətlə Azərbaycan poeziyasına, ədəbiyyatına sevgi, məhəbbətlə davam etdirə bilir. Çox sağ olun dinlədiyiniz üçün. Bugün həm də Tofiq Bayramın adını çəkə-çəkə nə qədər də Azərbaycan adı çəkdik. Və belə bir birləşmə, belə bir təhlil qeyri-ixtiyari yaranır təsəvvürlərdə, fikirlərdə. Elə insanlar var ki, onlar həm də adında, adının sanki yanında elə bütöv bir Azərbaycanı daşıyırlar. O insanlar varlığı ilə həm də bütöv Azərbaycandılar. Tofiq Bayram da yazdıqlarıyla və bizə əmanət buraxdıqlarıyla həm də elə böyük bir Azərbaycandır. Var olsun. Uca ruhu həmişə rahat olsun. Svetlana xanım, açılışı siz etdiniz. Əzizlərinizi salamladınız, onlara təşəkkürlərinizi yetirdiniz. Gəlin elə sonda da sizin isti nəfəsinizlə, gözəl sözlərinizlə bitirək. Qarabağı vermərəm. Sözün düzü, o sən səviyyədə aparıcıdan sonra danışmaq mənim üçün bir qədər çətindir. Çox sağ ol. Bura gələn hər bir kəs çox sağ olsun. Bugün bu zalda Azərbaycanın palitrası var. Professor Fuad Məmmədovdan tutmuş, gözəl diktorumuz Eldos müəllimdən tutmuş, bizim ailəmizin övladlarından tutmuş, Azərbaycan qadın hərəkatının burada 3 görkəmli nümayəndəsi iştirak edir. Novella xanım,
Səidə xanım və Səadət xanım. Burada çox xeyirxah, xeyriyyəçi bir xanım, Məlahət xanım iştirak edir. Mənim sevimliyim, yaxın dostum, Flora xanım iştirak edir. Bizim yaxın qohumları iştirak edir və son zamanlar mənim kəşf etdiyim bir tənqidçi xanım burada, Ədəbiyyat İnstitutunun işçisi iştirak edir, Dilarə xanım. Sözün düzü, onun Tofiq haqqında olan yazısını oxuyandan sonra mən fikirləşdim ki, hətta mən onun bacısı və onun cəsarət göstərib desəm ki, tədqiqatçısı bilmədiyim, hiss eləmədiyim məqamları o qadın Tofiqin yaradıcılığında hiss eləmiş və gözəl bir məqalə yazıb onun haqqında. Ona görə istərdim ki, Dilarə xanıma böyük minnətdarlığımı bildireyim. Burada digər xanımlar da hamısı bizim əzizlərimiz, əgər kiminsə adını çəkmədim, üzürlü saysın və mən demək istəyirəm ki, bu məqamda, ilin günün bu vaxtında, bunu çıxışımın əvvəlində dedim, bu qədər adamların bir yerə yığılması Tofiq Bayram poeziyasının təntənəsidir. Və Tofiqin bütün varlığı ilə vətənə, torpağa, elə bağlı bir adam olub və sözümü Tofiqin bir neçə misrası ilə bitirmək istəyirəm. Vətən mənim bu günüm, sabahki toy düğünüm, hakkım var ki ölüm, Azərbaycan deyəndə, hər sinədə döyülüm, Azərbaycan deyəndə. Azərbaycan deyəndə Tofiq Bayram deyirik həm də. Tofiq Bayram deyəndə həm də Azərbaycan deyirik. Var olsun Azərbaycan, onun belə qiymətli oğulları, dünyadan köçənlərinin ruhu şad olsun və bu işıqlı yolla addımlayanlar, bu çırağı özünə bir mayak sayanlar var olsun və bu yolda əsla və əsla büdürəməsinlər. Çox təşəkkür edirik hər birinizə. Çox sağ olun.